Mənim yəni sizə böyük etimad elə etdiyim adamlardansınız. Yəni sözünüzün düzgünlüyünə heç bir yəni şübhəm yoxdur. Yəni o baxımdan bu sualı mən sizdən öyrənmək istəyirdim. Ona görə verilişin əvvəlində sual vermək istədim ki, Pənah bəy, siz Xankəndində olarkən, yəni orada belə deyək də nə gördünüz? Çünki əlavə sualımın arxasına əlavə edeyim ki, mənim narahatçılığım nədəndir? Bəzi iddialar var ki, bəzi fikirlər var ki, ermənilər məsəl üçün sülh sazişindən sonra Xankəndinə qayıda bilər, oradan çıxıb getmiş ermənilər. Yəni orada yaşayan ermənilərin evləri qorunur, saxlanılır ki, yəni onlar gəlsələr, belə deyək, Azərbaycana qarşı iddia qaldırmasınlar, bizi ittiham eləməsinlər. Yəni bizim də Xankəndinə getmə imkanımız olmadığına görə, oradan reportajlar hazırlaya bilmədiyimizə görə, indi siz getmisiniz deyənə sizdən soruşmaq istəyirəm ki, Pənah bəy, yəni orada yaşayan ermənilərin evləri nə vəziyyətdədir? Biz onları qoruyub Mənim saxlayırıq. müşahidəm göstərdi ki, yəni müşahidə belə idi ki, evlər ciddi şəkildə qorunub. Yəni hansısa bir dağıntı, talan, sonra yəni zəbt kimi hallar müşahidə olunmur. Hər yerdə kameralar var, polis, hərbi polis və polis gəzir. Yəni prinsipi etibarilə iki cür, bəzilərində bilirsiniz ki, məskunlaşıb orada yaşayan demək insanlar, işləyən insanlar tərəfindən, amma çox böyük bir hissəsi boş olduğu görünür və orada da hansısa bir şüşə sınsın və yaxud bir təkrar edilən bir demək olsun, bu görünmür. Bu yəni bu faktı və yeri gəlmişə mən bunu müsbət alsam. Hər halda Azərbaycan demək ordusu, Azərbaycanın dövlət orqanları daxil olandan sonra bu hansısa bir tutulmuş, bir hansısa bir deyək ki, bir yağmaya məruz qalmış bir yaşayış məskəni deyil. Kifayət qədər adam var, işləyənlər də əsas etibarilə istər dövlət qulluğunda hərbiçilər, istərsə də orada bilirsiniz ki, tikinti, təmir işləri gedir. Düzdür, mən məsələn deyək ki, o vüsət hələ müşahidə eləmədim sözün doğrusu, amma çox demək ciddi iri müəyyən tikililərin özülləri qoyulubdur və bu görünür. Amma açıqcası yəni bir tərəfdən də burada xüsusi bir o sürət və masştab, yəni o qədər də belə deyil ki, deyək ki, hə, burada başqa istiqamətdə bir hazırlıq gedir. O baxımdan demək mən ilk dəfə Xankəndində olurdum sözün doğrusu və bir iki dəfə də efirdə danışdım. Əlbəttə ki, emosional müəyyən, duyğusal müəyyən hissləri də biz yaşadıq. Deyək ki, mən bəzi hiss olunurdu ki, orada yaşayan ailə var, orada uşaq kalyaskaları vardı, uşaq paltarları yuyulub asılmışdı bizimkilərin. Demək və yaxud hə, əl eləyirdi, uşaqlar da görürdüm avtobusları görəndə, keçəndə. Ümumiyyətlə sözün doğrusu çox xoş idi. Yəni bilirsiniz, açıqcası göydə Allahın, yerdə millətin, dövlətin bir möcüzəsidir bu. Orada olmaqdan irəli gəlirdi. Mən çox duyğulandım. Xocalı bizə deyilərkən nə assosiasiya olunur, hamımız bütün Azərbaycanlılara məlum. Amma Xocalıda məktəb və məktəbin həyətində uşaqlar futbol oynayırdı, məktəblilər. Bizdə demək mən çox belə təsirlənmirəm. Bu cür məsələlər də var, amma narahat doğuran addımlar da var. Mən dəfələrlə əslində bizim bu səfərə getməyimizin bir səbəbi də oradakı bu bərpa məsələləri nə yerdə gedir? Məskunlaşma ilə bağlı narahatlıq var Azərbaycan ictimaiyyətində ki, bu ləngiyir, bu niyə bu məsələ sürətlənmir? Bu cür suallar var. Partiyalarda da var, insanlarda da var, ailəli cəmiyyət üzvlərində də var. Hiss olunurdu ki, yəni müəyyən çətinliklər və problemlərin olduğu göz qabağındadır. Yəni bunu gizləmək lazım deyil. Çox masştablı işlər görülüb, deyək ki, yollar çəkilir, çox demək, böyük məsləhət tələb edən və sair tələb edən yollardır və hiss olundu ki, hansısa səbəblərdən yəqin ki, maliyyə çətinliklər və sair üzündən bəzi məsələlərdə bir deməzdim, yarımçıq saxlanması və ya dondurulması, konservasiya olunması, amma hər halda deyək, bu məsələlərdə müəyyən bir hansısa bir səbəbdən, böyük ehtimalla maliyyə səbəblərindən izah oluna bilər. Demək, çətinlik, problem olduğu göz qabağındadır bu məsələlərə bir aydınlıq gəlməli. Təkrar xüsusən başlanmış işlər sürətlə başa çatmalı. İndi orada biz bir neçə yeni salınmış Xıdırlıda bir 600 nəfərlik ev tikilir. Böyük bir qəsəbədir. Təkcə Xıdırlının təbii ki, əhalisi yox, orada bir neçə ətraf kəndlərin də əhalisinin yerləşməsi olacaq. Amma məsələn, başqa bir yenə bir Ağdam tərəfdə, Xankəndinə yaxın yerlər idi. Orada da bir yenə paralel bir demək tikilir və bu yaxınlarda məskunlaşması da gözlənir. Axırıncı
işlər gedirdi. Bu işlər də demək qeyd eləmək lazımdır. Amma bir daha təkrar edirəm, mənim yəni özümün, biz mütəxəssis deyilik o məsələlərdə. Biz müəyyən nüansları da bilmirik, informasiya o qədər də tam şəkildə yoxdur və verilmir. Amma məsəl üçün mən hesab edirəm ki, insanlara necə deyərlər, bir növ oranı bir məskunlaşdırmaq üçün oranın xüsusən sakinlərinə və əhalisinə bir növ ərazi açılmalıdır. Yəni insanların özü artıq evini tiksin, həyətini düzəltsin, təsərrüfatını qursun və s. Bu şəkildə olmasa bu çox uzun çəkəcəkdir. Və yenə də bu ermənilərin gəlməsi və s. kimi məsələlər və digərləri zaman-zaman qalxacaqdır. Çünki bilirsiniz, mən paralel müqayisə aparmaq istəmirəm, amma mən xatırlayıram bu işğal altında olanda həmin ərazi demək bizim əsas argumentlərimizdən biri o idi ki, tutulmuş torpaqlar və s. var, orada heç kəs yaşamır, erməni də yox idi. İndi də yəni bir olmaz ki, yəni bu məsələ bizim insanlarımız var, burada yüz minlərlə insan qaçqın düşübdür və ümumiyyətlə təkcə qaçqınlar üçün açılmalı deyil. Mənim fikrimcə Qarabağın məskunlaşması bütün Azərbaycanın işidir və o baxımdan bütün əhalinin orada iştirakına, vəsaiti ilə, sonra demək, maliyyəsi ilə, gücü ilə, qüvvəti ilə iştirakına imkan yaratmaq lazımdır və böyük işlər görülür. Amma bilirsiniz, məsələn, o qəsəbələrin bir sanki Qarabağın içində bir qaçqın qəsəbəsi olmasın da. Bu həqiqi mənada bir yaşayış məskəni olsun və bu da canlı insanlar. Mən hesab edirəm insanlarımızı ora sərbəst bir şəkildə onlara da müəyyən maliyyə və s. yardımlar göstərmək əgər olarsa, orada 2 mərtəbəli, 3 mərtəbəli evləri biz 2-3 ildə görəcəyik. Məsələn, burada bir Ümid qəsəbəsi vardı Qaradağ rayonunda. Əvvəl tikilən binalar, bu 90-cı illərdə tikilən o dövlətin, SOCAR-ın yardım ilə tikilən binalar qalır. Bir mərtəbəli standart o fin evlərinə oxşayan evlərdir. Amma orada 2, 3, 4 mərtəbəli hətta evlərdən ibarət bir müasir qəsəbə salınır. Məncə o konsepsiyada demirəm tam dəyişmək. İndi təbii ki, bu qaz çəkilməlidir, su çəkilməlidir, mina təmizlənməlidir, işıq elektrikləşməlidir, yol çəkilməlidir. Bunlar məqsədləşdirilmiş qaydada olmalıdır və müasir şəkildə olmalıdır. Əlbəttə ki, heç kəs bunun belə olmalıdır. Biz daha təkrar edirəm, indi ağıl, qışlaq və s. şəklində olmaz. Amma eyni zamanda burada bir təsir olmalı bu konsepsiya. Mənim bu məsələ ətrafındakı, onu da səsləndirdim, bir neçə səsləndirmişəm, demişəm, xüsusən gözlənilən bərpa ilə bağlı maliyyə məsələlərində də çətinliyin olması mənim də Azərbaycan, bilirsin, buna 100 milyardlar lazımdır. Bunun 5 milyard, 3 milyardla düzələn məsələ deyil. Bunun da bir yolu da bir daha təkrar edirəm, oranın bir dövriyyəni başlatmaqdır. Məsələn, torpaq islahatının aparılmasıdır. Hətta torpaq islahatı aparılandan sonra əhaliyə imkan vermək lazımdır, o torpağın sata bilsin. O da bir yığımdır, o da bir kapitaldır və s. Yəni, bir çox məsələlər ki var, bunun mütəxəssislər, iqtisadçılar o sahə üzrə demək, bilgisi, təcrübəsi olan insanlardan, ondan xarici təcrübədən ciddi bir şəkildə istifadə etmək lazım gəlir. İşin bu tür. Amma ümumən bir daha təkrar edirəm, əlbəttə ki, pozitiv idi. Mənim şəxsən demək, ümumi təəssüratım pozitiv idi və mən hər dəfə indi hər dəfə deyirdim Allaha şükür ki, yəni məsələn mən oradan o deyildi ki, buradan başlayıb o indi o Stepanakert idi, Xankəndidə ermənilərin separatçı mitinqinin başlandığı meydan var. Orada 2 dənə də orada biz görmədik. Dedilər ki, əvvəllər 2 dənə bina tikilibmiş. Biri bu separatçıların demək, bayevləri üçün bir muzey, bir də onların dırnaqarası parlament. Hər ikisi demək özünə qədər sökülübdür. Amma o meydan orada durur və o keçmiş vilayət demək Sovetinin də binası durur. Orada o Miyatsun bağırışan və yaxud o müəyyən insanlar indi bizim insanlar orada işləyirdi, çalışırdı və bizlər də o meydanda durmuşduq və baxırdıq Xankəndinə. Bu əlbəttə ki, çox böyük bir hadisədir. Mən bir daha təkrar edirəm, bu göydə Allahın, yerdə millətin, dövlətin möcüzəsidir həm də. Əskərimizin, ordumuzun möcüzəsidir. Mən yəni pozitiv qaldım. Bu xeyli konkret olaraq da əlbəttə bizim müvafiq dövlət orqanlarına da ediləcək müəyyən demək bu məsələ ətrafında təkcə elə ümumi emosional təəssüratdan əlavə konkret təkliflərimiz də olacaq. Mən xeyli müddətdir bizim Qarabağ komitəsi toplanmır. Demək ki, belə fikirləşirəm ki, hörmətli bizim dönəm sədrlərinə müraciət edəyəm ki, bu məsələ ətrafında konkret müəyyən bir təkliflər o konkret müşahidəyə əsasən edilsin. O baxımdan mən yeri gəlmişkən bir halda ki, bu sual verirsiniz, bir məsələyə də toxunum. Daim belə məsələ olan kimi bunu siyasiləşdirirlər. İqtidar tərəfində siyasiləşdirilir. Bunu bir siyasi dialoq və s. Yəni məsələ qalır mahiyyətcə, real tərəfi, pozitiv tərəf bir tərəfdə. Bunu daxili siyasi münasibətlər kontekstinə gətirəndə həm o tərəfdən bir hissə başlayır ki, avtobus müxalifəti.
ora gedib. Halbuki orada olanların bir 90% özünü müxalifət falan hesab eləmir. Onlara avtobusun müxalifəti deyəsə. Misal var içərisində bir xeyli özləri də təcrübə edir. Biz iqtidar adamıyıq, yox, iqtidarın demək siyasətini müdafiə edirik. Buradan deyirlər avtobus müxalifəti və s. Hə, orada bir 3-4 nəfər, bir mən də daxil müəyyən adamlar əgər bunu demək söz deyirlərsə, biz orada bu hansısa bir siyasi tədbir deyil ki, bu həqiqətən də bizim üzvlərimizin, insanlarımızın bizə verdikləri. Sonra özümüzün konkret olaraq müəyyən əyanı necə deyərlər, təsəvvür edən proseslər haqqında əldə etməyimiz üçün bir praktik işdir. Bu işin bu tərəfi. O ki qaldı, əlbəttə ki, müəyyən təşkilatçı prezident administrasiyasıdır. Mən məsələn təşəkkür elədim ki, konkret bu səfərin sonunda avtobusdan düşüb, yəni o deyilən avtobusda. Mən qəsdən avtobus sözünü çox işlədirəm ki, biraz ayıb deyib, məsələn, bu qədər 30 illik böyük vaxtilə dünyanın bir nömrəli milləti hətta adını almış, hakimiyyətə gəlmiş, hakimiyyətdən getmiş, seçkilərdə iştirak etmiş, küçələrdə o necə deyərlər, o siyasi savaş vermiş. Demək, insanlar hətta içərisində baxırsan ki, belə xırda bu ifadələr, terminlərlə bu məsələləri xarakterize etmək istəyənlər var. Şəxsən məndə heç bir kompleks filan zad yoxdur. Kimsə güya buna nə deyəcək. Amma iqtidar tərəfdən də bu var. Elə bir səfər olub lap yaxşı. Mən baxıram indi müəyyən saytlardakı bəzi fikirlərə baxıram. İndi ustarovka verilibmi ya ötürülübmü ki, bu siyasi dialoqun təntənəsidir və s. Elə deyil. Yəni bu tamam fərqli bir məzmuna malik olan bir məsələdir. Hə, müəyyən bir təmasın saxlanması, müəyyən bir baxımından əhəmiyyəti var. Amma bir açıqcasını deyək ki, bu biz o siyasi dialoq dediyimiz ki, 19-cu ilin sonu 20-ci illərdən bəri davam edirdi. Onun hələ ciddi bir nəticələrini nə seçkidə görmüşük, nə siyasi məhbus məsələsində görmüşük. Cəmiyyət arasındakı müəyyən indi bu yeni bir konstitusiyanın hazırlanmasından söhbət gedir. Çox partiyalı siyasi sistemin inkişaf etməsi, həqiqətən siyasi proseslərə təsir edən çox partiyalı sistemin formalaşdırılması üçün lazım olan dəyişikliklərin edilməsi və s. bu istiqamətdə nəticələr olmadığına görə, təbii ki, o terminlərdə səslənəndə buna fərqli bir münasibət yaranır. Prinsip etibarilə, sözün doğrusu, bir halda ki, siz bu məsələni lap elə əvvəldən bilmirəm, hansısa məqsədlə də birinci müzakirə eləmək istəyirsiniz. Mən bir fikrimdə açıq deyim. Hə, fərqli düşünənlər də var. Mən şəxsən o erməni məsələsinə görə narahat idim. Yəni ilk ona görə yox, burada bir məsələ də var ki, mən prinsip etibarilə baxmayaraq ki, bir sıra tərəfdən, yəni bir sıra məsələlərlə razılaşmıram bu cür. Amma bir fərqli bir indi avtobus müxalifəti şəklində də olsa, fərqli dəyərləndirmələrin olması da bir imkan verir ki, bu müəyyən bu addımların konturu düzülsün və görünsün və bu bilinsin. O baxımdan mən hər şeyin bir faydası da olur da. O baxımdan onun da bir tamamilə demək faydasız olduğunu da demək olmaz. Vəziyyət belədir və konkret olaraq isə şübhəsiz mən bunu bu yaxınlarda bir tədbir vardı və tədbirdə o fikirləri səsləndirmişəm. 2 tədbir keçirilmişdi müzakirələr zamanı konkret Azərbaycandakı ictimai siyasi vəziyyət barədə. Biri ondan ibarət idi ki, Azərbaycanda çox ciddi bir problem daxili siyasi münasibətlər sahəsində bu demək siyasi inhisarın olmasıdır. Təkcə inhisar təkcə iqtisadiyyatda olmuş və buna qarşı müəyyən istər hüquqi, istər praktik başqa addımlar atılmalıdır və demək və çox partiyalı sistemin demək və haqsız siyasi rəqabət var. Bu termini biz siyasi iqtisaddan götürürük. Amma haqsız siyasi rəqabəti aradan qaldıran müəyyən hətta pozitiv ayrımçılıq xarakterli qərarlar qəbul olunmalıdır. İkincisi bu demək siyasi partiyalar üçün mən müxalifət sözünü də işlətmirəm. Siyasi partilər və hakimiyyət arasındakı müəyyən təmas hər halda yeni bir mərhələyə qaldırılmalıdır. Çox gözəl. Bu səfərin mən açıqcası deyim, xüsusən bu sonuncu, axırıncı səfəri mən pozitiv dəyərləndirirəm daha çox. İndi orada kimlərsə deyək ki, çıxış edir və iqtidarı tərifləyir, tərifləsin də. Güya orada olmayanda tərifləmirlər, tərifləyirlər. Amma pozitiv deyirlər. Amma bu mərhələ, ancaq bununla da bu yetərli deyil. Konstitusiya məsələn hazırlanır. Konstitusiya məsələsi ətrafında o həqiqi, yetərli bir siyasi dialoq ola bilər. Ya bu siyasi məhbus problem var, ya bax bu sülh müqaviləsi məsələsi var. Mətn razılaşdırılıb, düzdür, Ermənistan tərəfdə də bu. Ümumiyyətlə diplomatiyanın doğasındadır ki, bunlar konfidensial aparılır bir qayda olaraq. Amma mənə elə gəlir ki, biz niyə ən çox bütün məlumatları daha çox Ermənistan tərəfdən alırıq, nəinki öz
kanallarımız vasitəsilə, öz dövlət orqanları vasitəsilə. Bu məsələlər ətrafında demək hansısa bir demək daha fərqli, yeni mərhələyə uyğun, adekvat tədbirlər həyata keçirmək olar. Amma az da olsa pis də hər halda pis, yetərli olmama heç olmamaqdan daha yaxşıdır deyə mən düşünürəm. Hə, əksinə düşünənlər də var ki, bu imitasiya haqq qazandırır, bu deyək ki, qazandıracaq təbii ki, iqtidar öz marağı üçün istifadə edir bu məsələlərdən. Məncə burada hansısa bir qeyri-təbii heç nə yoxdur. Bacaraq biz öz biz deyərkən artıq mən heç son dövrdə həmişə demişəm, bu cür məsələlərdə siyasi münasibətlər müstəvisinə gətirmək lazım deyil. Amma hər halda bacaraq biz öz xeyrimizə istifadə. Dünən bir qlobal forumda bir ifadə işlətdim. Mən də əvvəllər ona oxşayan ifadə işlətmişdim. Azərbaycan prezidentinin çıxışında bu getdi ki, birisi çağrılardan imkana çevirmək lazımdır. Bu çox belə qədimdən bəri olan ən demək siyasətin əsas fonudur. Yəni çağrıdan qaçmaq. Çağrı deyərkən burada o dəvətdən söhbət getmir. Yəni söhbət demək təhdid xarakterli, təhlükə xarakterli, problemdən gedir. Bundan qaçmaq, yayınmaq, kənara çəkilmək və ya bununla bu problemin üstünə getmək lazımdır. Təhdidin, təhlükənin üstünə getmək lazımdır. Və o təhdidi, yəni sən bu gün əgər sıradan çıxartmaq istəyirlərsə səni, belə bir çağrı var. Sən onun üstünə getməlisən və onu çevir imkana. Əlbəttə çətindir. Mən qəbul edirəm. Çox çətindir elə bir. Çünki Azərbaycanda vəziyyət elədir ki, və siyasi münasibətlər və rejimin fəlsəfəsi açıqcası belədir. Və dünyada baş verən konjunktur elədir ki, çox ciddi demək problemlər var bu məsələdə. Yəni bu sadə bir məsələ deyil. İndi bir təsəvvür edin ki, biz klassik demokratiya ölkələrinə baxırıq, Amerika Birləşmiş Ştatlarına və orada insan hüquq təşkilatları ilə hansı işlər edirlər və qeyri-hökumət təşkilatlarının başına hansı oyunu gətirirlər və s. Müəyyən hətta repressiyaların və s. getməsindən də söhbət var. Belə bir məqamda indi Azərbaycan və bu kimi ölkələrdə və cəmiyyətlərdə artıq o problemlərdən danışanda bir qədər demək əvvəlki belə deyək ki, effekt olmur. Amma bu keçəli bir şeydir. Bu ötüb keçəcək bu məsələ. O baxımdan da demək ki, bir daha təkrar edirəm. Mənim yəni təklifim budur bizim o cümlədən mənim siyasi davranışımla və ya bu dəstək xəttimlə razılaşmayanlara ki, o çalışın, mübarizə aparın, sadəcə elə necə deyərlər, bu bizim bəzi satiriklərin və s. Siyasətçilərimiz dönüb olublar pamflet ustaları və yaxud bu məsələlərə mən baxıram, xüsusən bizim belə ürəyimdə arzulanır ki, müxalifət içərisində bu daha çox lağ eləmək istəyirsə eləmək. Bu gözəl bizim istidadlı yazıçılarımız var, jurnalistlərimiz var, publisistlərimiz var. Bu onların sahəsidir. Siyasətçilər konkret, praktik iş görsünlər və ortalığa vəziyyətdən çıxmağa imkan verən addım və bu çətinliyi imkana çevirməyə bacarsınlar. Mənim demək istədiyim budur.